Ben Yadigar Sərdarlı Nəboğlu 1956-cı il mart ayının 9-da keçmiş Şamin Gəranboy rayonu Şəfəkəndən dünyaya gəlmiş. Mən oğlum əməliyyatı üçün Kəpəz Hospitalına müraciət elədim. Kəpəz Hospitalında mənə resepsiyon göndərdi məni həkimin yanına. Getdim həkimlə danışanda gördüm yanında bir nəfər gətirib. Həmin adamın olan adı Anardır. Anarla bir yerde geldik həkim yanında. Həkim dedi ki, mənim əməliyyat qiymətim Türk qatlanmasını 300 manatdır, 300-400 arası belə əməliyyatın qiymətidir. Bu resepsiyon yana gələndə orada Anar qayıtdı ki, bəs belə bu işə mən baxıram, bunun qiyməti 2500 manatdır. 2500 manatdan da deməli hardasa sonra şəhədi və kağızları təqdim edəndən sonra qayıtdı ki, bəs mən buna görə həkimlə gəlib danışım gəlir. Arasından bir 3 dəqiqə keçmədi, həkim yanına getdi, gəldi. Gələndən sonra qayıtdı ki, 2000 manat verərsən. 2000 manat alandan sonra qayıtdı 200 manatdakı əlavə verməlisən. O 200 manatda resepsiyonun yanında əlavə qeyd olunmamışdan aldı. Bu 2000 manat pulun göstərişi budur. Ödədiyim pul. Deməli, oğlum gəldi, bir gün Türk qatlanması deyilən bir əməliyyatdır. O hardası yarım saatlıq əməliyyatdır həkimin əlində. Həkim dedi ki, yarım saatlıq əməliyyatdır mənim əlimdə. O deməli bir gün aşağı deməli səhər gəldi, səhər tezdən çıxdı. Bir gün demək olar ki, qalmadı axıra kimi. Ondan sonra demək bir gün 300 manat həkimin pulu, bir gündə qalmağı 200 manat da bu. Orada bir nəfər sonra gəldi, Ariz adında adam var idi. Ona yaxınlaşdı, qaç ki bu işə mən baxıram. Bu dediyiniz Anar qaçıb gedib, onu tapa bilmirik. Bizim xəstəxananın da pulunu götürüb gedib. Hələ niyə kim tapılmır? Bu vaxtda mən müraciət elədim daxili nədir, nazirliyə. Bunların əməliyyatı nədir? Polis idarəsinə zəng dedim, 102 məlumat verdim, elədi. Məni yönəltdilər 20-ci bölməyə. Sonra mənə qayıtdı, mən gəlib ərizə yazmaq istəyəndə qayıtdı ki, lazım deyil. Bəs dəfələrlə mən atam rəhmətə gedib, hüzurumuz düşüb, mən bu pulu qaytaracağam sənə, rahat olma, biz qohumuq. Belə bir variantlarla elə neçə aydır ki, indiyə kimi ala bilmirəm pulu. Bu arada xahiş edirəm ki, bəs mənə kömək eləyəsiniz. Bu belə. Yazdığı mesajlara bir dənə baxmaq olar ki, sizə pulu qaytarmaqla bağlı yazdığı mesajlar. Bəli. Hamısı buradadır. Telefonlar. Dəfələrlə mənə o haqda dəfələrlə bir neçə polisçi də hətta bu işə qarışıb. Bunların da adlarını deyə bilərəm mən. Yəni özü sizə deyir ki, qaytaracağam. Bəli, özü mənə qayıtdı ki, qaytaracağam. Onu indiyə kimi axtarıram, onun qovumunu tapmışam. Kəpəz Hospital. Kəpəz Hospitalın Ariz adındadır. Ariz, bir də Süleyman. Qayıtdı ki, ona demişəm. Bu bunun nömrəsi. Yığacam. Bunun da vaxtı yığacam. Ondan sonra. O birisi yazdığı mesajlar. Bu da bu birisi. Rus dilində yazır. Bu da o birisi. Tədbirdəyəm. Tədbirdəyim, yığacam. Ödənişi göndərməklə bağlı mesajı var. Ödənişi göndərməklə. Yəni pulunuzu qaytaracağam denən O haqda dəfələrlə deyibdi mənə. Bu haqda Şövq adında polis işçisi var. Ona deyil. Ondan xahiş elədim. Dedi ki, mən qarşılaram. O zəng eləyəndən sonra, Şövqü deyəndən sonra qayıtdı ki, həmin adam da mən nömrəsini də verə bilərəm. Şövqü adında ondan sonra bu şey başqa bir nəfər də polisçisi qarışdı elədi. Sərhəd qoşunlarının müstəntiqi, tədqiqatçısı qarşı bu işə dedi ki, bəs bilə. Bu köməklik edin, qaytarın pulunu, qaytaracağam. Niyə kimi qaytarmaq fikri yoxdur, qaytarmır da. Arkadaşlar bu elə vaxt durmuş belə getdi, arizə edən adam. Xahiş edirəm sizdən, əgər mümkünsə bu haqda tədbir görün. Bu təkcə məni yox, bir neçə adamları aldadı belə. Mənə qayıtdı ki, bir kəlmə, mən sizin pulunuzu birinci qaytarıram. Sizdən başqa bir neçə adam aldadı. Bir qadını, əlavə 2 kişini.
İndiyə kimi axtarıb tapa bilmirik bu anarı. Ananın nömrəsini də deyə bilərəm mən. Anara ehtiyac yox. Siz Ha. pulu Kəpəz hospitalı Kəpəz ödəmisiniz. hospitalda. Kəpəz hospitalında resepsiyona, yəni Mən xəstəxananın qaçıb özünə. resepsiyonu çıxartmışıq işdən. Və Ancaq arasında bir həftə keçəndən sonra mən getdim görüm resepsiyon işləyir. pul resepsiyona, işçisinə getmir. Pul xəstəxanaya gedir Xəstəxanaya getdi və xəstəxanada baş həkimi arizdir. ariz. O baş Aha. həkim dedi ki, mən arizəm, mən bəs 100% arxayın olun, mən sizin pulunuzu qaytaracağam qəpiyinə kimi. Bu mənə belə bir. Amma qaytarmır. İndiyə kimi qaytarmayıb mənim pulumu. O, sağ ol.